Herkese salam, kanalıma xoş gəlmisiniz. Videoya başlamazdan öncə sizdən kiçik bir xahişim olacaq. Əgər paylaşdığım motivasiya, bu tip ailəvi səyahətlər və real həyat hekayələri xoşunuza gəlirsə, zəhmət olmasa kanalıma abunə olun, videoları bəyənin və şərh yazmağı unutmayın. Bu həm mənim üçün motivasiya olur, həm də daha çox insan bu gözəl anları izləyə bilir. Öncədən mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İndi isə sizə Azərbaycanın gözəlliklərindən biri olan Daşkəsənin Xoşbulaq kəndində keçirdiyimiz 3 günlük ailəvi istirahətə dəvət edirəm. Bu səyahətə anam, Nur, bacım, Yeznəm və bacım oğlu ilə birlikdə çıxdıq. Gəncəyə avtobusla, oradan isə taksi ilə dağların qoynuna, Xoşbulağa yollandıq. Yol, təbiət, ailə, səssizlik, əyləncə, hər şey bir yerdə idi. Gəlin hər şeyi bir-bir sizə danışım. Səhər saat 7-də yola çıxdıq. Avtobusa minəndə biraz yuxuluydıq. Amma içimdə qəribə bir həyəcan vardı. Gəncəyə 3 dəfə idi gedirdim. Həmişə eşitmişdim ki, Gəncə çox gözəl bir şəhərdir. Gəncədə olmamağıma baxmayaraq bir müddət MİQ imtahanı verəndən sonra bəlkə Gəncəni yazım, bəlkə gedim Gəncədə yaşayım deyə ağlımdan keçirmişdim. Yol boyu pəncərədən baxa-baxa videolar çəkdim. Avtobus yol üstü restoranların birində saxladı və biz yemək yedik. Gəncəyə daxil olan kimi ürəyimə qəribə bir ağırlıq çökdü. Yol boyu ard-arda düzülmüş şəhid şəkilləri. Bəlkə də həyatımda heç bir yol məni bu qədər dərin düşüncəyə salmamışdı. Bu şəkillərdə gənc simalar vardı. 20, 22, bəlkə də 18 yaş. Onların baxışlarında elə bir əminlik, elə bir sakitlik vardı ki, baxdıqca boğazım düyünlənirdi. Bir yanda ailəmlə gülə-gülə istirahətə gedirdim, o bir yanda isə bu torpaqlar üçün canını verən oğulların susan şəkilləri var idi. Bu şəhər şəhidlərini heç unutmur. Biz də unutmamalıyıq. Hər addımımızda, hər azad nəfəsimizdə onların izi var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik. Nəhayət bir neçə saatlıq yolculuqdan sonra Gəncəyə çatdıq. İlk dəfə idi ki, bu şəhərə gəlirdim. Maraqlı hisslər var idi içimdə. Gəncə səliqəli, sakit, bir o qədər də öz havası olan bir şəhər təsiri bağışladı mənə. Biraz dincəlməyə macal tapmadan taksiyə əyləşdik və Daşkəsənə doğru yola çıxdıq. Adını çox eşitmişdim. Amma bu qədər gözəl olduğunu təsəvvür belə etmirdim. Bura çatanda ilk hiss etdiyim təbiətin səssiz danışığı idi. Hər tərəf yaşıllıq, təmiz hava, ucalıb göyə çatan dağlar. Sanki bura yer üzünün dincəlmək üçün ayrılmış bir parçasıdır. Daşkəsən Azərbaycanın qərb bölgəsində yerləşir. Gəncə şəhərinə yaxın olsa da təbiəti tamamilə fərqlidir. Bura dağlı ərazidir. Dəniz səviyyəsindən xeyli yuxarıdadır. Elə buna görə də havası həm sərin, həm də təmizdir. Səni bir anlıq sanki başqa bir dünyaya aparır. Ən çox təsirləndiyim şey isə buradakı sakitlikdir. Həqiqətən şəhərdən, səs-küydən, gündəlik həyatda yaşadığımız bütün stresslərdən sonra bura bir nəfəs kimi gəlir insana. Sadəcə oturursan, baxırsan qarşıdakı dağa, dinləyirsən quşların səsini və için yavaş-yavaş boşalır. Sanki bura səni özü ilə söhbətə çağırır. Ərazidə çoxlu meşələr, bulaqlar, daşlı yollar, çəmənliklər var. Hara baxırsan orada bir həyat var. Hər daşın, hər ağacın, hər təpənin öz hekayəsi varmış kimi gəlir adama. Qızımla çöldə gəzərkən daşların arasında gül tapan kimi sevinirdi. Mən isə sadəcə nəfəs almağa fokuslanmışdım. Dərindən rahat. Mərmər dağı da buranın ən məşhur yerlərindən biridir. Adı üstündə mərmər kimi bəyaz, sıldırım qayalıqlar. Dağın başına qalxmasaq da ətəklərində gəzmək belə insanı gücləndirir. Dağlar insana qəribə bir güvən verir. Nə qədər sərt və soyuq görünsə də səni qoruyur, bağrına basır. Bura ailə ilə gəzmək üçün, uşaqlara təbiəti tanıtmaq üçün, ruhunu dinləmək üçün mükəmməl məkandır.
və mən əminəm ki, bu səfəri illər keçsə də unuda bilməyəcəm. Əgər siz də bir gün nəfəs almaya ehtiyac hiss etsəniz, telefonları, şəhəri, səs-küyü bir kənara qoyub gəlin bura. Gözünüzlə görmədikcə bu yerlərin təsirini hiss edə bilməzsiniz. Bura danışmır, amma sənə çox şey izah edir. Mərmər döşənib. Doğruyurlar var belə dağı. Gör nə qədərdir, dağın ucu yox, bucağı yox, arxası belə. Orada mərmərdir. Sonra deyirlər də, yəni. Hə də, məncə verirlər. Sex də burada, sexləri də aşağıda şeydir. Bu cüp-cüp tutulmuş şeydir. Sürücü dedi ki, bura Daşkəsənin ən məşhur yeridir. Buradan keçəndə hər kəs burada dayanıb mütləq şəkil çəkdirməlidir. Və Daşkəsən şəhəri özü kiçik bir ərazidən ibarətdir. Qalan hər tərəfi isə onun kəndləridir. Sağ olsun bizim üçün maşını saxladı və biz də burada gözəl şəkillər çəkdirdik. Və yenə də videolar yerləşdirəndən sonra ağlıma gəldi ki, özümü heç çəkməmişəm. Öz videomu da bura biraz yerləşdirdim. Yenə də videolar çox çəkmişəm və məcburam ki, danışım. Yenə də sözümü gətirirəm kanalıma. Həqiqətən kanalıma abunə olsanız, videoları bəyənsəniz çox sevinərəm. Çünki bu mənim üçün çox önəmlidir. Məni çox həvəsləndirir. Gəldik, çatdıq otelimizə. Bura otelin içi. Cihan bax. Xalaya elə. Maşına göstər xalaya. Sən xalaya sağ ol deyilən maşına görün. Niyə bu döndü? Biz bu səyahətə Gəncədə yaşayan Zülfiyə müəllimənin təşkilatı ilə getmişdik. Həqiqətən mənim çox xoşuma gəldi. 2 gecə qaldıq, 3 gün. 3-cü gündə saat 12-də falan çıxdıq Xoşbulaqdan. Bu 3 gün həqiqətən mənim ruhumu dincəltdi. Bu 3 gündə otel və səhər günorta axşam yeməkləri daxil idi. Ətrafda nə görmüşəmsə çəkmişəm. Artıq videolarda ola bilər və ya sizə elə gələ bilər, amma bu gözəlliyi hər nöqtəsinə qədər sizə göstərmək istədim. Bu səyahətdə uşaqlar da çox əyləndilər və kənd cəmaatı da deyirdi ki, bu kəndin havası uşaqlar üçün çox xeyirlidir. Asma xəstəliyinə, bir çox dəri xəstəliklərinə, allergiyaya qarşı bu kəndin havası mükəmməldir. Nur, nədir o, Nur? Kənd yollarında qızımla yanaşı addımlamaq. Bu mənim üçün təkcə bir gəzinti deyil. Bu sanki onun uşaqlığının içində gəzmək. Hər addımında keçmişimi xatırlayıram. Öz uşaqlığımı, anamla kənd yollarında keçirdiyim o sadə, amma sirri günləri. İndi isə vaxt dəyişib, artıq mən özüm bir anayam. Nur hər daşa, hər çiçəyə heyrətlə baxır. Onun gözlərində dünyanın bütün rəngləri var. Mən isə onun yanında sadəcə müşahidəçiyəm. Qoruyan, izləyən, hər anı ürəyimə yazan bir ana. Qayıdıb çıxan bir dəqiqə. Nur çox gözəl bir şeyə girib. Əslində burada uşaqlar döyülməli idi bu anda, amma dua elə ki, kiminlərin anasıyam. Neysə, ayaqqabını mən əlimdə götürərəm. Nur gözəl bir şeylərə girəndən sonra xalası və anasının fədakarlığı. Ay can. Sənin papağın yoxdur ki. Can. Bütün bu hadisələrdən sonra Nur. Əvvəlcə bilyard zalı tapdıq, orada biraz oynadıq. Daha sonra isə Zülfiyə xanım tura bir numeroloq dəvət etmişdi. Onun təliminə qatıldıq. Maraqlı çıxışı var idi. Bir hissəsini çəkib sizə də göstərirəm. Ayın 19'u ve ayın 28 dünyaya gelen ham. Bu insanlar şah sayılırlar.
Ya Karol ya da Karalevadılar. Yani şəhzadədirlər. 28'de doğanlar. 28'de doğanlar. Sual verin, gözden. Qoyun mən danışım. Qoyun danışım. Biz həmişə müəllimə deyirik ki, siz çoxsuz mən təkəm. Dedi, siz çoxsuz mən təkəm. Qoyun danışım, hamını deyəcəm. Sualınız varsa yazın sonunda verin, tamam mı? Bu adamlar həmişə istəyir ki, hər şey mən deyən kimi olsun. Hər şey mən deyən kimi olmalıdır. Mənim düşündüklərim var, mənim fikirlərim önəmlidir. Bu adamların nəfs vektoru yoxdur. Hər kəsin bir nəfs vektoru var. Hamımız nəsə istəyirik. Misal üçün, 2'lər başa düşülmək istəyir, 3'lər öyrənməyi öyrətmək istəyir, 4'lər kreativlik, düzgünlük istəyir, 5 məntiq istəyir, 6 sevgi istəyir, 7 həmən olsun istəyir, 8 işləmək və nəzarət eləmək istəyir, 9 hamıya kömək eləmək istəyir, 1 bunların hamısını özünə istəyir. Birinci mən, sonra hamı. Bu adamlar egoistdir. Çünki nəfsin özündə dolu var. Bir də pis, yaxşı deyə bir şey yoxdur. Baxın, pis, yaxşı deyə bir şey yoxdur ya. Sadəcə doğulmuş danlısınlar. Bu insan belədir. Siz buna görə insanı qınaya bilmərsiniz. Mən sizə birazdan enerji itirdiyimiz tərəfləri deyəcəm. Enerji itirdiyimiz tərəfləri deyəcəm. Enerji puldur, yadda saxlayın. Enerji itirdiyimiz zaman sizdən sabah pul çıxır. Ya evdə uşaq xəstələnir, ya evi su basır, ya nəsə olur ki, sizdən pul çıxır. Və hər birimizin bir şey var ki, biz orada enerji itiririk. Enerji itiririk, nəticədə pul itiririk. Bizim işimiz çoxlu reklam vermək, şagird gətirmək deyil. Bizim işimiz enerjini artırmaqdır. Şagirdlər özləri gəlir. Eyni cürədir, əgər siz enerji itirəndə pul azalırsa, enerji Axşam yeməyini yedikdən sonra isə çox gözəl bir əyləncə bizi gözləyirdi. Dedik, güldük, oynadıq, əyləndik. Yarım bir baş giden oldu. Hem sever hem sevilerdik. Bu ayrılık neden oldu? Hem güzelmiş ilk bahar, dudağında gümüş var. Yüzünü kata yata gülüm o durna güne geldi. Ne güzelmiş ilk bahar, dudağında gümüş var. Sırpur bana, ay Ah
Gelir ama benim derviş olmaz. Konsert burada devam ediyor. O sene hiç gerek değil. İkinci gündən hər kəsə salamlar. Hazırlaşdıq. Belə. Qalın paltar o qədər az gətirmişik ki, yox dərəcəsindədir. Ancaq şortik, don falan. Ona görə əlimizdə olan imkanlarla kombin qurmuşam. Qəhvəyi köynəklə qırmızı jaket falan. Çox qəşəngsən Nur. Bu da anneciğim. İkinci gündə bu da gənc ailəmiz. Qaydaya ver. Kutkanı giyin sen. Kutkanı giyin. Cəbrə geyib alıram. Cəbrə Gedirik yemək yeməyə. Nurun yerişinə bax. Hər yerdə oxuyur da mənim qızım. Elm. Beşikdən qəbrə qədər. Gəlmişik səhər yeməyinə. ye. Sihan qulluq edir bizə. Diş olsun. Yeməyimizi yedik, gəldik şahmat oynamağa yenə də. Nur bu arada çox sevdi. Bu da mən. Əldə olan imkanlarla bəzək düzəlmişim. Qabağa düşüb qıvrıqları evdə yox. Yəqin. Çıxdıq həyətə. Gözəlliyə baxın. İnsan buradan sıxılmaz yəni. Sən gözlə.
Dağların başı dumanlıdır. Nur, kaç. Kaç mamaya. Buranın havası o kadar təmizdir ki, nəfəs alanda əməlli başlı hiss eləmək olur yəni. Nur at. Nur. Git. Apar ver Cihana. Cihana ver. Çağır qaqanı. Cihan. Cihan çağır. Havanın soyuğuna baxmayaraq donumuzu geyindik. Bacım da geyinib. İndi gedib onu da sökəcəm. Gedirik şəkil çəkdirməyə Xoşqonaq restoranına. Gördüyünüz kimi bacım da geyindi donunu. Qəşəng olduq. Bu soyuğa yaraşır elə. Nur yenə də xalasını görüb, nə veznədir, nə ana veznədir. Teyzəm də teyzəm. Oldum taclı qız. Bacım da taclandı. Çəkimi də çək. Gedirik Xoşqonaq restoranına. Bu kəndin bu biri tərəfi. Yuxarı tərəfi. Baxmır hara əl eləyir. Ve gerek Cihana kadar. Burada da inəklər, qoyunlar falan otlayır. Ona baxın, dağın düz başında evlər var. Ha, video. Mata çəkər mən. Max, ne olay güzel. Açığanı tutdum, çıxartdım, daş atır. Zaza gedir olar. Çox axar. Fillərin gözəlliyinə baxın. Baxın belə. Qasım bırax baxsınlar. Gəl, qorxma. Ceyhan get cücülərə bax. Şalvarını çək aşağı. Nədir o onu bilbil. Güzelliğe bakın. Cihan hala da yemeği verir. Alttan üstten geyindik gelen şey. Donduk ama. Ayakkabılarımızın silah. Kim qaldı? Çok terzik. Biz getdik yerimizi dəyişdik. Yeniden gedirik restorana. Yemek yiyəcəyik. Gəlmişik restorana. Belə bir kabinetdə əyləşdik. Yeməklərimizi sifariş elədik, gözləyirik. Cihan! Berk!
Nənə. Çəkmirəm, səni çəkmirəm, Nuru çəkirəm. Nuru çəkirəm. Cihan. Hamısını yox da bir atın. Kartı verəcək. Yeməklərimiz gəldi. Ona baxın, düz dağın başında evlər. Yaşayırlar da yəqin ki o evlərdə. Gəliblər burada. Evlərə yemək yapırlar. Ördəklər bugün çəf elədi sayənizdə. Ne edirsiniz? Gənclər. Güt ver, davay. Davay. Uşaqların yatmağını fürsət bilib qaçdıq gəzməyə. Uşaqlar yatdı, çıxmışıq gəzməyə. Dünənki yerdə bir yeni qoyun var. Dünənki qoyun isə oradadır. Yaxınlaşdım. Bugün uşaqları qoyub rahat gəldik meşəyə. Bizimkilər nəsə bir restoran axtarırlar. Gedə görə tapa biləcəyik. Bu da kəndin uzaqdan mənzərəsi. Gəldik, tapdıq. Ortada belə bir yerdir. Balaca çay verir. Çay içəcəyimdir. Yağış da başladı, çox qəşəngdir. Bu da ablam. Benim manzaram. Belə. Çox qəşəng, şirin bir yerdir. Gələndə gələ bilərsiniz bura. Tövsiyə edirəm. İndi samavar çay içəcəyik qəşəng yağışın altında. Bizimkilər də oradadır. Çıxdıq lap yuxarıya. Mənzərəyə baxın. Çox qəşəngdir axı. Toyuqlar düşüb Qasımın dalınca baxır. Yox, sümüşkan tökdüyümə görə. Belə. İndi düşürük aşağı. Aşağıda belə bir çay var. Göyün üzü necə gözəl görünür, fikir verin. Çaylarımız gəldi. İndi sizin üçün bir görüntü qoyacağam ki, baxın və sadəcə olaraq dincəlin. Bacım orada yerlənir. Durdu. Gəzdik. Artıq qayıdırıq. Otelə. Qayıtdıq otağa. Əməlli başlı yorulduq. Baxın. Biraz dedik otaqda dincələk. Belə bir marketə girmişik. Əsl nostalji havası yaşadır insanı. Uşaqlığımı xatırladım lap. Qapısında baxın belə taplar. O bayaqki çayın dadından doymadıq. Yenidən həmin restorana qaydırıq. Restoran dediyimizdə o çay içdiyimiz yerdə yəni. Uşaqlar da oyandı, anam da oyandı. Birlikdə gedirik. Burada hamının atı var deyəsən. Çoxlu at görürük. Baxın yenə at gəlir.
Yenidən gəldik bu çayın yanına. Bu çayı kəşf eləyir. Bunu da bırakın. Başına gəldi qızım. Əlinə baxır. Mən çox belə. Bırakma, gedər, yaxşı. Bırakma, yaxşı. Sen fındık geldin. Bir de indi çəkişin yani. Burada da çəpişimiz var. Gəlmə, gəlmə. Su yoktur. Tutardı. Yoktur. Mama. Yoktur. Yoktur. Dost oldular. Yoktur. Bir tutku verim sana. Ayıp olacaq. Ora bak. Hə, əli bırax da. Ora bak. Bura bax. Sevirəm səni qızım. Sevirəm. Nur, səni sevirəm. Maşını yelləyir xanım qız. Nur, maşını yelləyirsən? Bugün bütün heyvanlar, kuşlar Qasımı sevdi. Gelin gelin bura. Toplantıdır. Sen de gel. O qısqandı səni. Gelin. Mənə xəyanət elədin deyir. Başqa uşaqlar da gətirdin. Hani biz arkadaşdıq. O da orada simsika göstərir. Gedirik ye Nuru. Nur. Nur gedək. Artıq qaydırıq Atilə axşam yeməyinə. Uşaqlar burada yağış yağandan sonra yaranan balaca gölməçələrdə biraz əyləndilər, vaxt keçirdilər. Daşkəsəndəki 3-cü günümüzdən hər kəsə salam. Bu gün artıq buradakı sonuncu günümüzdür. İnanın ki, bu gözəlliyi, bu gözəl təbiəti qoyub biz getmək istəmirəm, amma məcburən artıq işimizə, gücümüzə qayıtmalıyıq. İndi saat 8-ə 5 dəqiqə qalıb. Birazdan yemək yeyəcəyik. Saat 13-də falan da çıxacaq buradan. Biz də maşın aparacaq Gəncəyə. Gəncəyə də ilk dəfə idi gəlirdim. Yəni gəzmə imkanımız olmadı. Maşına minib bura gəldik. İndi düşünmüşük ki, avtobusun vaxtına qədər bir neçə saat ən azından gözək Gəncəndə. Oyandınız xanım. Sabahınız xeyir. Anam səhər-səhər getdi, idman elədi. Mən də belə bir gül dərib götürüb. Düşürük yemək indi. Son günümüzdə səhər yeməyimiz. Gülü ilə Nur. Bəh, bəh, bəh. Nə oldu gözəcirdi? Orda halamın gözünə girdi. Cihan, hara gəlmisən sən? Hara gəlmisən? Daşkəsənə? Hara? Daşkəsənə. Deməli, mən qərar verdim ki, nüv imtahanı verim. Və yığdığım nəticəyə əsasən gəlim buralarda işləyim. Nə deyirsiniz? Birazdan çıxacaq. Son bir dəfə buraların gözəlliyini sizə göstərim. Heç getmək istəmirəm. Voleybol oyunu gedir. 1-0 bacım qabaqdadır. Voleybol deyil bu arada, basketboldur. Voleybol dedim deyəsən. Yenə də 1-0. O, 2-0.
Davam eləyirik. 4-0 bacım qazanır. 5-dəndir. Vlogda yer alacaq eniştəciyim. İçindən çıxdı. Oradan atma, day, ne oldu? Bir qazımın xeyri. Bittim da. Biri de 5-0 bacım uddu. Birini yaxından atmışdı da amma. Təbriklər. Şükürler. Qaydırıq Gəncəyə. Sağ ol, Elif. Sağ ol. Oyunlara var. Gəldik, satdıq Gəncəyə. Bu da Gəncə mal. Bu da Gəncə. Yeznən bir müddət burada qalıb işləyib. Ona görə Gəncəni yaxşı tanıyır. İndi bizə gəzdirəcək. Nur xoşuna gəldi Gəncə. Atalım şemsiye. Gəlmişik Gəncə mala. Gedək yemək yeyək. Acıblar uşaqlar. Yemək gəlir. Ha. Ne oyuncak? Ha, götüreceğim değil mi oyuncak vereceğim? Kapıkta da koymayacak. Maşının yanına koy dağılarsın bunları. Yaxşı. Kartlara bakıyorum. Sen kimi düşünüyorsun? Ha, bulurum. Nurun gözü hələ ki kartı görmür. Ne kartı? Oynamak için de hele gizledin, koy yesinler sonra. Birinci koy yedin yediler, sonra oynadıydılar. Başı karışacaklar. Xoş olsun. Güzel. Uşaqlar bu Gənclandı gördü. Məcbur aparırıq indi. Görək içəridə nələr var, nə atraksiyonlar var. Aparmasaq əl çəkməzlər yəni. Esi belədir. Kart aldıq, karta pul vurduq, amma nur pulsuz belə takılır yəni. Ətraf da belə bir şəkildədir.
Başqa atraksiyonlar da var. Orada oyuncaq mağazası var. Uşaqların gözündən uzaq girsələr çıxmayacaqlar. Nə xoşuna gəldi həyatım? Burada oyun parkı var idi. Yarım saat 2 manat. Giriblər uşaqlar indi. Cihan hava Cihan gəldi. Cihan indi. Oradan yox. Cihan gəldi oradan Nur deyir indi hardan çıxdı ora? Geri axtarır. Cihan Batu'nun elindən tut apar ora. Qəşəngdir amma Allah balaca uşaqlar üçün də elə bura. Gəl, Nur gəl. Gəl yenə. Dur. Belə rəngləmə yerləri var. Bu bəs böyük uşaqlar üçündür. Sonra belə bir şeylər var. Burada belə bir atraksiyon var. Məncə böyük uşaqlar üçündür. Nəsə qəşəng görünür amma. Belə. Standart. Sen de çevir Nur, çevir. I'm a tiger. I'm a giraffe. Nur sen de bunları bas. Nur bak, bunları bas sen de. Nur. Mamiye bak, mamiye bak. Aynen o. Onu mamiye bak. Onu. Hop. Yüreğin rahatlaştı. He? İlk ziyarət etdiyimiz yerlərdən biri çörək hamamı oldu. Adı insana qəribə gələ bilər, amma bu yer tarixlə yoğrulmuş canlı muzey kimidir. 18-ci əsrə aid bu hamamda vaxtilə təkcə yummurdular, həm də insanlar bir araya gəlib dərdlərini bölüşürdü. İndi isə bu yer qorunur, Gəncənin mədəni irsinin bir hissəsi kimi gələcək nəsillərə ötürülür. Hamamdan sonra yolumuzu Şah Abbas məscidinə saldıq. Bu məscid təkcə bir ibadət yeri deyil, həm də tikinti sənətinin zirvələrindən biridir. Qırmızı kərpiclə tikilmiş bu məscid əsrlərə meydan oxuyur. Gəncə Azərbaycanın qədim və gözəl şəhərlərindən biridir. Bura təkcə yaşıl parkları, geniş küçələri ilə yox, əsrlərin tarixini daşıyan səssiz abidələri, mədəniyyəti və şəxsiyyətləri ilə tanınır. Gəncədə heç yeri tanımıram, ona görə də ad deyə bilmirəm. Belə bir parkdır. O tərəfdə məscid var idi, onu çəkmişdim. Nur. Bəlkə elə. Burada Gəncə Dövlət Universiteti. Burada həddindən artıq qanadlılar var. Belə bir restoran var. Burada girişində musiqiçilərin heykəli. Burada da Məsəti Gəncəvinin heykəli var. Onu da çəkim göstərim. Bura isə Məsəti Gəncəvi mərkəzidir. 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Belə mədəniyyət mərkəzidir. Binadır. Burada küçələr ayrılır belə. Ayda oranın mənzərəsinə baxın, necə gözəldir. Çox qəşəng.
qədim bir bina var. Belə. Bulutlar da bir ayrı gözəl görünür deyə. Burada balaca bir park tapdıq. Uşaqlar biraz da burada vaxt keçirsinlər. Gedəcəyik avtovokzala. Gəncədə gəzməli yerlər çoxdur. Amma məni ən çox heyran edən məkanlardan biri Gəncə Kukla Teatrı oldu. Biz çağırmışıq. Birazdan gedirik avtovokzala. Gəncə şəhəri ilə sağollaşırıq. Sağ ol eləyin. Nur sağ ol elə. Sağ ol. Sağ ol Gəncə. O sənə qurban. Beləcə 3 günlük səfərimizin də sonuna gəldik. Daşkəsənin sərin meşələrindən, Xoşbulağın saf havasından, Gəncənin tarixi küçələrindən bir parça qaldı yaddaşımızda. Çəkdiyim hər kadr, səsləndirdiyim hər cümlə əslində bizim xatirəmiz, həyatımızın bir hissəsidir. Əgər bu videonu bəyəndinizsə, kanala abunə olub, videoları bəyənib, şərh yazmağı unutmayın. Dəstəyiniz mənim üçün çox önəmlidir. Növbəti videolarda görüşənədək. Sağ olun, salamat qalın.